Qubada alma bayramı keçirmə artıq aynənə şəklini alıb. Bugün Qubalılar və rayonun qonaqları böyük bir möhtəşəm bayramın şahidi olublar. Bölgə müxbirimiz Aytekin Alxasının reportajı. Bağlar diyarı kimi tanınan Qubada artıq 3-cü ildir alma bayramı keçirilir. Bugün Heydər Əliyev Parkında xüsusi təntənə və qələbəlik vardı. Bayramın bütün atributları Bakıdan gətirilmiş xüsusi kompozisiyalarda bəzədilmişdi. Alma başda olmaqla rayona məxsus kənd təsərrüfatı məhsulları, milli sənət nümunələrdən ibarət sərgi göz oxşuyurdu. Diplomatik korpusun nümayəndələri, millət vəkilləri və rayon ictimaiyyətinin qatıldığı bayramın rəsmi açılışından sonra möhtəşəm parad başladı. İndi isə mərkəzi yoldan alma dolu maşın karvanı keçir. Hər kənd, hər sabitlik, hər yaşayış məntəqəsi öz məhsulunu nümayiş etdirir. Ümumiyyətlə, ağ almasına bir dəfəlik möhür vurmuş Qubada bağbanların mövcud problemləri ilə də maraqlandıq. Hazırda əsas problem bazardır. Sərgidə almadan al, içi bal deyən fermer Qərib Babayev hesab edir ki, son günlər Rusiya bazarlarına çıxış olsa da onları narahat edən məqamlar da var. Rus rubl düşməklə əlaqədar bir meyvəni apara bilmirlər. Çünki aldım qozluyu, satdım fındıq. Alınmır. Onun zəhməti böyükdür, almanın zəhməti çox böyükdür. Biyolog alim Dilşad Bayramovoya görə vaxtilə 170'e yaxın sortu olan rayonda indi bu yarı bayarı azalıb. Qubada hardasa 60-70'e qədər yerli sortlar olur. Təəssüf ki, indi çox az qalıb, amma kolleksiyalarda onlar artırılır. Rayonda 15.000 hektar intensiv alma bağı olduğunu söyləyən Qubanın icra başçısı Mübariz Ağayevə görə meyvəçiliklə bağlı problemləri aradan qaldırmaq üçün hökumət səviyyəsində iş aparılır. Biz tərəfdən Kənd Təsərrüfatı Naziri ilə bir yerdə bu işlərin təşkili üçün və bundan əlavə bildiyimiz üçün Kənd Təsərrüfatı Naziri artıq yeni proqram qəbul edib, regionlarda kənd təsərrüfatı idarələrinin tikilməsi, vəsaitlərin alınması, sahibkarlara birbaşa yaxından nəzarət və kömək etmək məqsədilə bu işlər görülür. Bütün problemləri bir günlük kənara qoyan Quba meyvəçiləri isə günün sonuna qədər bayram etdilər. Tədbir konsertlə davam etdi.